Salam əziz dostlar, əziz izləyicilər. Yenə biz sözümüzə sadiq qalmışıq. Hər həftənin şənbə günü Binəqədi rayon icra hakimiyyətinin bu dırnaqarası gözəl mənzərəsinin qarşısından yayımlarımız davam edir. Biz söz vermişik. Müdafiə Nazirliyinin polkovniki Alışov Bəhruzun bu haqlı mübarizəsi sona çatana kimi, haqqına çatana kimi biz müstəqil internet televiziyası olaraq, Səda TV olaraq polkovnikimizin, zabitimizin yanındayıq. Deməli, bu artıq 3-cü həftədir. Biz buradan bu məsələ ilə bağlı yayımlar verdik. Ölkənin əksər mətbuat orqanları bu problemi tirajlayıblar. Hərə öz çapında maksimum səviyyədə yayımlayıb və zabitimizə dəstək olublar. İndi maraqlıdır. Görək biz Alışov Bəhruzdan soruşaq ki, bu 3 həftə ərzində nə baş verib, hansı yeniliklər var? Polkovnikin dilindən eşidək. Xoş gördük Bəhruz bəy. Sağ olun Elnur müəllim. Mən hər zamanki kimi yenə də deyirəm, siz bu vətən üçün, bu millət üçün gözəl, dəyərli bir qardaşsınız və cənab Ali Baş Komandanın əmrlərinə, göstərişlərinə sadiq bir həm insan kimi, həm də kanal olaraq. Ona görə də mən sizlə bu haqq davasına çıxmışam. Axıra qədər də mən sizlə davam eləyəcəm. Digər kanallar təşəkkürümü bildirirəm. Çox sağ olsunlar. Digər kanallar da bu məsələni işıqlandırmaq üçün əllərindən gələni elədilər. Mən hər birinə təşəkkürümü bildirirəm. Bizim qazilərimiz də çox canfəşanlıq elədilər bu məsələdə. Hər birinə buradan təşəkkürümü bildirirəm. Məsələ dediyim kimi, mən hər dəfə bir mənə haqsızlıq olan orqan haqqında danışacağım. Bu dəfə də polisin mənə qarşı olan haqsızlığına. Bax, mən bunu kimsə yanlış anlamasın. Mən cənab nazirin, Daxili İşlər Nazirinin işinə heç bir şübhəm yoxdur. Yəni, mənim həddim üçün deyil onları araşdırım. Sadəcə olaraq mən Binəqədi rayon polis bölməsi və Binəqədi rayon xüsusən 43-cü polis bölməsindən danışacağım. Polis idarəsi və polis bölməsindən danışacağım. Deməli, Elnur müəllim, mən burada hasar çəkəndə Binəqədi rayonun ərazi üzrə polis idarəsi 43-ə baxır bu ərazi. Gəldilər ki, bəs siz burada qanunsuz tikinti aparırsınız. Nə səbəblə gəlmişəm? Dedilər ki, Binəqədi rayon icra hakimiyyətinin göstərişi ilə bizim polis idarəsinə göstəriş verirlər ki, burada. Mən də dedim ki, qanunun tələbinə əməl elədim polisin. Oturdum maşına, getdim polis bölməsinə. 43-cü polis bölməsinə gələn kimi, qardaş, elə bil ki, qatil cinayətkar tutublar. 8 atdılar məni içəriyə, telefonumu zadıma aldılar. Nə vəkil, nə əlaqə saxlamağa, nə özümü təqdim eləmə, heç bir şey. Deyirəm, neynəmişəm ki mən? Biz deyir, özümüz bilərik. Mənə polis deyir